söyleyecek öz sözü. Koşul bize ve şahit olursun. Her eksklusif burada sesler tam samimidir. Bizim sohbetler tam samimi, tam samimi. Sohbetler tam samimi. Her bir evin qonağıdır, Azərbaycan sayağıdır. Qonaqları mənalıdır, Samir ilə tam səmimi. Hər gün verir ruha qida, şeir, muğam o da burada. Yayımlanır bu dünyada, Samir ilə tam səmimi. Məskən salıb hər bir qəlbə, adı gəzir dodaq dildə. Başlanğıcı tam 12-də, Samir ilə tam səmimi. Baxan bir də baxmaq istər, baxır qoca həm də gənclər. Ümidsüzə ümid verər, Samir ilə tam səmimi. Samir ilə tam səmimi. Əziz tamaşaçılarımız, bəli, alqış səsi eşidəndə adamın keyfi, əhvalı dəyişir. Həqiqətən də biz alqışa qulluq eləyirik, alqışdan ruh alırıq, alqışdan qidalanırıq, alqışdan zövq alırıq. Yenə alqışlar, yenə alqışlar. Ümumiyyətlə, Allah təala bu alqışları bütün sənət dostlarımıza nəsib qismət eləsin. Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılarımız, hörmətli Doğma kanalımızın izləyiciləri. Doğmalaşmağa gəlmişəm yenə sizlə, tam səmimi komandası ilə 2 saat ərzində evinizdə, ailənizdə qonağıq. Özdə tək gəlməmişəm, Doğma kanalımızın doğma əməkdaşları ilə, doğma simaları ilə biz bugün buradayıq. Birazdan sonra onları dəvət eləyəcəm. Birazdan sonra onları dəvət edəcəm, hələ indi yox. İndi təşəkkür eləmək istəyirəm. Təşəkkürüm geyimimə görə yenə Zozana təşəkkür eləyəcəm. Zozan kişi geyimləri. Deməli, geyindirib, keçindirib göndəriblər məni bura. 055 050 302 17 17 əlaqə telefonudur Zozanın. Təşəkkürüm saç düzümümə görədir. Səhər tezdəndən yuxusuna haram qatan 10 barmağında 10 mərfətdir. Miriyə təşəkkür edirəm. Masazır, Qurtuluş 93, Karizma kişi salonunda çalışır bizim Miri dediyimiz qardaş. Gedin siz də saçınızı, başınızı elə Miriyə həvalə eləyin. Təşəkkürlər Miri ustaya. Və mən buradan xatırlatmaq istəyirəm ki, hörmətli tamaşaçılarımız, proqramımıza rekord günə baxan tumlarının, o cümlədən təmiz xalı xalça yuma fabrikinin sponsorluğu ilə baxırsınız. 2 saatımızı məhz bu sponsorlarımızın havadarlığı ilə sizə təqdim edəcəm. SMS nömrələrimizdə xatırladım, qonaqlarımı yavaş dəvət eləyim bura. Oradan bir qırmızı paltarlı qız görürəm. İşıq saçırıyor qaranlıqdan bura. İşığı düşüb bura. Dəvət eləyəcəm indi. SMS nömrələrimiz 88-72-dir. Azərbaycanımızın bütün regionlarından hörmətli Azərsel müştəriləri 88-72-yə SMS yazıb göndərə bilərsiniz. Rusiyadan, başqa xarici ölkələrdən proqramımızı arayıb axtaranlar, bax bu aşağıdakı nömrələr ki var, o nömrələrlə bizdən əlaqə saxlayın. Saxlayın ki, SMS-imizi oxuyun.
Dəvət eləyim nəğməli qonağımı bura. Dəvət eləyə bilərəm də artıq. Ürəyim güp-güp eləyir. Ürəyim güp-güp eləyir. İllərimin dostu. Həqiqətən də. İllərdir biz dostuq. Onu mən çox istəyirəm. Özür bilmirəm təsadüfdəndir, bilmirəm zərurətdəndir. Hər dəfə verilişimizə gələndə biraz sağlı olmur, xəstə olur, nasaz olur. Elə bir gözləyir onu. Haçan ona gözləyir, mən o vaxt onu efirə çağırıram. İfası ilə dəvət eləmək istəyirəm. Səhnəmizin günəşi Zahidə Günəş. Duman gəlib tez aramızı kəsəcək. Sən bilməzdin, könlüm səndən küsəcək. Mən küsmüşəm, artıq gecdir, daha məni gözləmə. Mən bilməzdim, xəzan yeli əsəcək. Aramızı kəsəcək. Sən bilməzdin, könlüm səndən küsəcək. Mən küsmüşəm, artıq gecdir, daha məni gözləmə. Xəyal olub ilim-ilim itəcək. Elə bilmə, mən dərdimdən öləcək. Mən küsmüşəm, artıq gecdir, daha məni gözləmə. Gedər oldum, de sözün mü var mənə? Mən küsmüşəm, artıq gecdir, daha məni gözləmə. Gözləmə, gözləmə. Xəyallardır həmdəmin. Güman etmə, bir də dönəm mən sənə. Mən küsmüşəm, artıq gecdir, daha məni gözləmə. Nə gizlədim ürəyimdə var yeri. İndi sən xəyallardır həmdəmin. Güman etmə, bir də dönəm mən sənə. Mən küsmüşəm, artıq gecdir, daha məni gözləmə.
gözləmə. Gedər oldum, sözümü var mənə. Mən küsmüşəm, artıq gecdir, daha məni gözləmə. Gedər oldum, sözümü var mənə. Mən küsmüşəm, artıq gecdir, daha məni gözləmə. Gedər oldum, sözümü var mənə. Mən küsmüşəm, artıq gecdir, daha məni gözləmə. Daha məni gözləmə. Daha məni gözləmə. Teşekkür edirik Mən Zahidə sizə xanım. təşəkkür edirəm. Bugün nə Necəsən? gözəldir buralar. Bəli. Səndən otağımda çoxlu mən belə gətirdim. Hiss olunmur. Valla. Valla. Hiss olunmur. Xəstələnmirsən? Hə, yaman xəstələnmişəm. Gözlərirsən ay Zahidə. O qədər gözəllər var ki, onlara dəymir. Valla gözləyir. Mən səni çox istəyirəm. Buyur Çox sağ ol, əyləş, təşəkkür zəhmət edirəm. olmasa. Xoş gəlmişsən. Çox təşəkkür edirəm. Həmişə kimi. Hə, buradan həmişə əyləş. kimi, Ayda hə. buradan. Buradan əyləş, rahat. Çünki, Səmimi verilişdə, bəli. çox sevdiyim canım dostumun verilişində, həmişə nə bilim, Allahdan sənə uğurlar arzu edirəm. Nömrə 1 olasan, necə də ki eləsən. Belə də Təşəkkür davam edirəm. elə. Əvvəlcədən necəsən, belə də davam elə. Təşəkkür edirəm. Çox sağ ol. Əziz tamaşaçılarımız, biz bu günləri Zahidə Günəşi burada gördük, sevindim həqiqətən. Çünki illərin ifaçısıdır, illərini bu sənətə, bu səhnəyə qurban verən bir xanımdır. Zahidə Günəş sevərlər, ekran qarşısına daha yaxın əyləşin. Biz bu günləri danışacağıq xəbərlərdən. Ümumiyyətlə, xəbərçilikdən, xəbərlərdən, Mənə də çox maraqlıdır. hə, yaxşı xəbərdən, pis xəbərdən. Ümumiyyətlə, xəbərçilik nədir? O nə olan işdir? Mənim üçün də maraqlıdır. Həmişə qıraqdan baxmışam xəbərçilərə. Amma bu günləri istəyirəm daha onlarla yaxın və səmimi olaq. Mən dəvət eləmək istəyirəm bizim xəbərçilərimizdən. Dəvət edeyim, qoy gəlsin, əyləşsin sənin yanında o. Çünki o da illərdir Dünya Televiziyasında çalışır. O gördüyünüz xəbərlər var ki, o xəbərlərin operativ şəkildə sizə çatdırılmasında o operatorumuzun xidmətləri həqiqətən də var. Hər səhər xəbər axtarışında yaxşı, pis fərqi yoxdur. Mən dəvət eləmək istəyirəm bizim operatorumuz Elbrus İsmailov. Alış. Elbrus, xoş gəlmişsən. Buyur, əyləş. İllərin Zahidə operatoru xanımın professional, maşallah. yanında. Aha. Digər, Elbrus, necəsən? Yaxşısan? Bir xəbərlərə getməmsən? Saat 1-də var. Demək, dəvət eləmək istəyirəm o xəbərçilərdən. O da gəlsin, əyləşsin Elbrusun yanında. Çünki o xəbərlərə bir yerdə gedirlər. Hər gün bir yerdə gedirlər xəbərlərə. Həqiqətən də xanımı da çox istəyirəm. İşlərində uğurlar arzulayıram. Gülü Əlquliyeva. Salam ay Gülü, necəsən? Nə var, nə yox? Xəbərlərdə belə xanımlar işləyərəm, manken, maşallah, gözəl. Gülü, keç Elbrusun yanına. Hə, rahat əyləşin, yerimiz buldu Zahidə xanım, rahat əyləşin. Hə, rahat əyləşin. Dəvət eləmək istəyirəm digər, o da xəbərlərimizdə həm aparıcı kimi, həm müxbir kimi, məsələn, yaradıcı bir insandır, əsl xəbərçidir. Əsl xəbərçidir, daha belə xəbərçinin özü Şəmistan Fikrətli. Şəmistan, salam. Xoş gördük, əyləş. Aha, Şəmistan, buyur, əyləş. Daha bir... Onu gətirib stola qoyacaq, ona yer tapılmayacaq. Daha bir xəbərçi qardaşımıza dəvət eləmək istəyirik bura. Həqiqətən də elə xəbərçi daha o. Söz saxlamır. Nə gəldi deyir. Yaxşı, pis. Xəbərçilərdən Əli Əliyev. Əli, xoş gəlmişsən. Əli Xonçalı Əli.
Həmişə bu ənənəni Zahidə eləyirdi. Niyə? Bağlı, yəni ki, Hiss elədim tez onu. qaça-qaç necə gəlmişəm Allah bilir. Hiss elədim Nə onu. yaxşı siz bu günləri mənim Vəziyyətdən məni çıxartdınız. vəziyyətdən çıxartdınız. Çox sağ olun. Sabahınız xeyir olsun. Hörmətli Dünya TV əməkdaşları da, əziz tamaşaçılarımız, mən bu günləri çox şadam ki, öz kollektivimizin üzvləri ilə bir proqram paylaşıb sizə təqdim edirəm. Onların da doğrudan da hər birinin öz peşələrində, öz çalışdığı, belə deyək də, işdə xüsusi xidmətləri var. Xəbər çatdırmaq, xəbər hazırlamaq, xəbəri araya gətirmək, xəbəri çəkmək çox böyük məsuliyyət tələb eləyir. Çox məsuliyyətli bir işdir, nə yalan deyim. Mən həmişə qıraqdan baxanda mənim üçün çox çətin olub. İstər bizim televiziyada, istər başqa televiziyonlara gedəndə həmişə xəbərlərlə maraqlanmışam ki, görüm çəkilişləri necədir, necə oxuyurlar, nə dəlilirlər. Bilmədiklərimi düz öyrənmişəm. Gülü, xoş gəlmişsən. Hamıda mikrofon var. Kimdə mikrofon yoxdur? Şəmistanda yoxdur, kömək eləyərik sənə. Gülü, necəsən? Çox sağ olun, yaxşı olasınız. Aha. Gülü, neçə ildir xəbərlərdəsən artıq? Artıq 3 ildir. 3 ildir. Həm xəbər oxuyursan, həm də müxbir kimi çalışırsan. Çətin deyil ki? Əksinə deyərdim ki, asandır. Asandır. Hansı asandır? Xəbər oxumaq, xəbərçilik eləmək, yoxsa xəbəri gedib çəkmək, gətirmək? Xəbərçilik eləmək daha asandır, çünki müxbirlik məsuliyyət daşıyır. Hər incəlikləri var, yəni. İndi xəbər belədir ki, hazır mətndir, Oxuyursan, rahat. Oxuyursan. Heç çaşdığın olub istiyor qabağında? Təzə-təzə gələn vaxtlarda olmuşdu. Onda nə hiss keçirdirdin? Məsələn, canlı efirdə olmuşdu, yoxsa? Canlı. Canlı? Günah səndə olmuşdu, yoxsa sıfırlıyordu, amma düzün deyirəm. Yox, məndə də olubdu, yəni günah. Təzə-təzə gələndə insan çalışır ki, öyrəşsin, oxusun, amma ilk dəfə olanda olubdu. Aha. Bax, həyəcandan istərsən. Gülü, təsəvvür elə ki, xəbər oxuyursan, indi bu texnikadır da, dili yox, ağzı yox. Təbii ki, xəbərlər indi çox tamaşaçılarımız bilmir, qoyun mən buradan söyleyeyim, bəzən də o xəbər oxuyanlar deyirlər, nə savadlıdır, dayanmadan nətər yadında saxlayır və əslində o sifilyor deyilən bir şey var. Onlar oradan oxuyurlar onlara. Və o kamera, həmən o sifilyorun içində də kamera olur, balaca bir düyməcik. Sən həm oradan oxuyursan, həm o da səni çəkir. Yəni, onu da oxumaq bacarıq lazımdır. Gülü, olubmu ki, heç mətn sifilyorda bir də görsən ilişib, amma canlı efirdəsən. Mətndən də xəbərin yoxdur. Neynəmirsən? Gərək haradasa, belə deyək də, bir fitri istedat da lazımdır ki, örtbastır eləyəsən, cümlənin axırını heç olmaya, ona xələl gətirmədən çatdıra biləsən. Xəbərləri daha çox biz özümüz hazırlayırıq deyə, ona görə məlumatımız olur onun məzmunundan. Çarşanda da, yəni, sifilyor sönəndə artıq onu bilirəm axı nədən ibarətdir. Özümdən çalışıram, qrup deyəm. Yəni, elə çox başıma gəlibdir. Aha. Ona görə Amma yenə özümdən də quraşdırıb baxmalı, demişəm. canlı efirdir, veriş deyil ki, başqa cür aparasan, xəbərdir ki, Yəni, operatorlarımız da şahid olublar ki, özümdən çox olub demişəm. özündən çox olub Yəni, ki, daha doğrusu quraşdırmışam demişəm, yəni məzmunundan götürmüşəm. onu Mahir daha yaxşı bilər, olub, olmuyor. Olub. Şəmsən, sən neçə ildir xəbərlərdəsən, xəbərçilik eləyirsən? Dekabrın 8-i inşallah 2 ilim tamam olacaq. Dekabrın 8-i, nə də yaxşı yadlarıma qalır ki, neçə ildir çalışır. Məsələn, mənim yadımdan çıxıb ki, neçə ildir televiziyada... Sən uşaqlıqdan efirdəsən də. Yadımdan çıxıb. Böyümüsən. Məsələn, mən deyirlər, neçə ildir televiziyada çıxıb. Deyirəm, valla yadımdan çıxıb, bilmirəm. Yəni, dəqiq o tarixi bilmirəm ki, hansı vaxtdan. Onu bilirəm ki, elə... Elə uşaqlıqdan. Hədə uşaqlıqdan. Tamaşalara çəkilmişsən, filmlərə. Ona görə də vaxtı vədəni yadımdan çıxartmışım. Sən çox işdə, yəni ki, tamaşada, teatrda, televiziyada çalışdığın üçün, yəni bir ixtilafda çalışırsan ki, biləsən indi. Biləsən ki, ha vaxt gəldin, ha vaxt getdin. Hə, Şəmistan. Belə geçsə, Şəmistanla Elbirsin yerini dəyişəcəm, birazdan dəyişərəm. Deməli, sən 2 il olacaq artıq çalışırsan. Xəbər sənin üçün nədir? Xəbər bizim üçün çox önəmlidir ümumiyyətlə. Biz xəbərlərə gedəndə çalışırıq obyektiv, dəqiq, qərəzsiz olaq. Bunun üçün əlimizdən gələn hər şeyi edirik. Əlbəttə ki, biz mətni yazırıq, hazırlayırıq. Bizim redaktorumuz var, Nizam Rəsulov. O buna baxır və rəyin verəndən sonra çalışıq mətni oxuyuruq və montaj edib efirə veririk. Əlbəttə ki, efirdə də bunların hamısı nəzarət olunur.
hər şey qaydasında olmalıdır. Çünki efir böyük məsuliyyət. Şəmil, sən uşaqlıqdan xəbərçisən, yoxsa böyüyəndən sonra bu işi... Ümumiyyətlə, mənim adım Şəmsistandır. Adımı da Şəmsistan Əzamanlıya görə qoyublar. O da bilirik ki, Şəmsistan Əzaman bizim hərbi jurnalistimiz olub. Onun üçün mən uşaqlıqdan... Adımı doğrultmaq istəmirsən. Bəli, onun üçün Bakı Dövlətinin jurnalistikasına daxil oldum və oranı bitirdikdən sonra burada gözəl şərait yaradıldı və mən də burada işləməyə başladım. Uğurlar, uğurlar. Əli bizim aramıza tez, mikrofon var əldə. Əli bizim aramıza tez qatılanlar, tez qatılır. Təzədir də, belə deyək. Sən neçə vaxtı artıq? Artıq 3-cü aya keçir. Amma tez çıxdın efirə. Biraz zəhmət tələb elədi. Tez görsəndin efirdə. Mən bir şey söyləyeyim. Efirdə də çox maraqlısan. Məsələn, mənim bir tamaşaçı kimi, dinləyici kimi sənin xəbərlərdə inanmam. Məsələn, efirdən. Səni şəxsən də tanıyıram. O bir yana. Amma, məsəl üçün, sənin efirdən bir tamaşaçı kimi mən izləyəni Zaydığam, çox inanıram onun dediyi xəbərlərə. Yəni, hər xəbərçinin də, xəbər aparıcısının da xəbərinə insanlar inanmırlar. Yəni, hər xəbər oxuyan aparıcının xəbərləri inandırıcı olmur. Keçən dəfə xəbərləri aparırdı qonşu kanalların birində. Ölüm, özdə Azərbaycanda bir ölüm. Gülə-gülə. Hə, gülə-gülə mən şəxsən ona nifrət elədim. Amma doğrudan da tərif olmasın, bir yerdə olduğumuz üçün demirəm də. Bax, hər kəs onların üzündə bax, elə bir ki, ciddiliyi var. Müəllimlər bizim üçün necə olub? Müəllimlər, məsələn, anadan sonra, yəni bizim üçün qurban olduq. Baxanda bilsən ki, müəllimdir. Bu arada baxanda bilirsən ki, xəbərlər verilişi, bax, xanıma bax, ciddi, yəni məsuliyyət var onların üzündə, ifadəsində. Çox mehribanlara, bunu deyim tamaşaçılara bilsinlər ki, elə biz, belə deyək də, hər gün üzləşirik, bizim çəkiliş pavilyonu ilə bunların, belə deyim, otaqları qonşudur. Ona görə də bunlarla hər gün görüşürəm. Əli, sən də ixtisadçı jurnalistsən. Xeyr, xeyr, mən iqtisadca dizaynı qutarmışam, bitirmişəm. Həm biraz ingilis təməyyüllü məşğul olmuşam, dillə bağlı, ingilis dillə bağlı. Bilsən ingilis Amma, bəli, amma jurnalistika mənim ümumiyyətlə uşaqlıqdan arzum olub. Biraz qismət olmayıb, biraz başqa yöndə təhsil almışam. Amma şükür Allah, sağ olsunlar, bu günlərim DTV kollektivi belə bir şərait yaratdılar. Burada çalışıram, çox da qürur hissi doğrudan da adama xoş hisslər bəxş edir. Deyəsən, sən uşaqlıqdan müğənni də olmaq istəmişsən. Olmaq istəmişsən? Yox, yox. Eşitmişəm, yaxşı səsin də var. Yoxlaya bilərik biraz. Var? Yox, baxarıq da indi. Aha, deməli var, düz hiss eləmişəm. Unutdum abi bayaq, üzr istəyirəm deməyi. Axı, həmsədə müğənnilik də var. Səndə müğənnilik də var, hər şey. Allah sana hər şey verir. Uşaq Allah sana hər şey verir sana. Zahide xanım, sizdən bir ifa təqdim edəyək. Zahide Günəşdən əziz tamaşaçılar, SMS-lərə baxacam, bugün xəbərlərdən danışırıq. Məsələn, xəbərin çəkisindən, xəbərin ölçüsündən, bitisindən, xəbərin rəngindən danışacaq. Samir, çox sağ ol ki, mən bu gözəl kollektivlə bərabər dəvət Sən də belə eləmişəm bir kollektivimizin bir üzvüsən. Bir daha salamlayıram bütün tamaşaçıları, hər kəsi, operatorlarımızı, rejissorlarımızı, üzerimizdə əziyyət olan hər kəsə təşəkkür edirəm, bir daha salamlayıram. Təşəkkür, buyurun Zahide xanım, işlək sizi. Zahide xanım, çox sağ olun. İfa elə düşünürəm ki, Səmral məni öldürəcək. Deyib Samir daimin yanına gedəndə məni də apar. Keçən dəfə gətirməmişdim. Aha, Allah saxlasın Səmral balamızı, Zahide xanım, oğlu. Bir tamaşaçı yazır, mən bilirəm ki, Elbrus birazdan aralanacaq bizim studiyamızdan gedəcək. Çünki xəbər dalıncan gedir. Bir tamaşaçımız yazır, elə bilir ki, mövzumuz xəbərçilikdir. Yazır ki, Samir qonaqlarımızı salamlayırıq, tamaşaçılarınızı da. Mən sizin verilişinizi sevə-sevə izləyirəm. Çox yaxşı verilişdir və çox da yaxşı aparıcısan. Allah sizə dəyməsin. Bütün xəbərçiləri mən buradan salamlayıram. Dırnaq arası yazıb ki, amma xəbərçilik kişi işi deyil. Yəni söhbət həyatda xəbərçilikdən gedir. Qazaxıstandan Füzuli yazıb göndərir bunu bizə. Əslən Ağdamlıda. O həyatdakı xəbərçilik əlbəttə kişi işi deyil, amma efirdə elə əsl kişi işi də xəbərçilik. Elbrus, kriminal mövzulu sujetlər çəkirsən. Bax, o sujetləri çəkəndən sonra onları hələ gətirib, belə deyək də, təhvil verənə qədər nə hiss keçirirsən? Çünki gedib hər şeyi özün öz gözünlə görürsən. Əvvəllər çəkəndə biraz qorxuda var da, bir belə maraqlı idi hadisələr.
Sonra vərdiş verdim elə şeylərə. Elə bir adi bir çəkiliş kimi oldu mənim üçün. Aha, indi iş kimi baxırsan. Bu da olmalıdır. Peşədir, olmalıdır. Hə, olmalıdır. Xəbərin bu üzü də olmalıdır, yaxşısı da olmalıdır, beləsi də olmalıdır. İkisi də olmalıdır. Məsələn, əvvəllər necə idi? Gedirdin, tutaq ki, bir hadisəni çəkməyə, onun təsirindən gəlib tutaq ki, evdə yata bilmirsən, yemək yeyə bilmirsən. Pis olmuşsan ki, ayda, bu niyə bir oldu? Bu nə idi, mən getdim, onu çəkdim. Onu sənaq təqdim edirsən insanlara. Sənin kameranın gözü ilə onu bütün dünya görür, belə baxanda. Elə bir hadisə, elə bir birinci biz çatanda, onların hamısında gözünün qabağında olan proseslərində, ondan sonra düz desəm, biraz elə bir sarsıntı var insanda. Sonra 16 ildir mən bu kanalda çalışıram. Artıq 16 ildir. 16 ildir xəbərdəyəm, elə sırf xəbərdəyəm. Vərdiş vermişəm, belə şeylər adi hal olub mənim üçün, kriminal hadisələr. Elbrus, belə yadından çıxarda bilmədiyin çəkilişin olub, elə bax, bugünə qədər onu yadından çıxarda bilmirsən. Bu kriminalda yoxsa ümumiyyətlə xəbərdə? Elə kriminalda. Çox olub. Məsəl üçün. Çox olub. Məsələn, olur. Onu desəm, biraz efirə o... Elbrusdan görsən, o saçın yaxından çəkin. Çəkmə. Deyir, saçının ağlığı, nə deyir? Saçın buralar bu kriminal xəbərlərdə ağarır. Xəbərlərdə ağarır, bunun saçı. Həqiqətən. O hadisələri ki, görürlər operatorlarımız, istər-istəməz adam özün onların yerinə qoyur. Çünki həyat da heç kimi işlədən sığortalanmıyor. O hadisə bugün mənim də evimdə ola bilər, sənin də evində ola bilər, o birisinin də evində ola bilər. Bax, belə bizim gənc Elbrusumuzun saçına qarlar edər. Məsəl üçün, hansı hadisə olub Elbrus bugünə qədər yadından çıxarta bilmirsən onu? Məsələn, qəzalarda çox olubdu, o başsız bədən olub. Başsız bədən? Olub, hə. Sonra qadının qıçı kəsilibdi. Avtomobil qəzası? Hə, çox olub, çox olub. Ümumiyyətlə, bu kriminal hadisələrin hamısı elənsəydi. Bir neçə adamın eyni məqamda... Elə vaxt olub ki, efirə bu düzgün deyil deməliyəm. Özüm hadisədə olmuşam, o qəzalarda meyitləri özüm çıxartmışam maşinlərdən. Bu Bakı-Quba yolunda olub. Çoxdan olub, uşaqlar heç bir işləməyib onda. Bakı-Quba yolunda olub, orada məsələn meyitləri şəxsən özüm çıxartmışam. Maşın içindən? Hə. Neçə meyiti bir gündə? 2 dənə meyit idi, 2 dənə ağır yaralı idi. Onları çıxartmışam yolda. Lent almışam. Həqiqətən. Çox belə şeylər. Bu işin bir qəhrəmanlıq tərəfi də var. Neçən jurnalistika deyiriksə, operatorluq deyiriksə, buna ürək lazımdır, dözüm lazımdır, onu çəkməyə lazımdır. Maraqlı sənətdir, maraqlı peşədir mənim. Belə. Gülü, arzun nədir ki, ən böyük arzun nədir ki, xəbərlərdə filan xəbəri mən çatdırım bütün dünyaya? Qarabağın işğaldan azad olunması mənim üçün ən böyük arzudur. Ki, o xəbəri çatdırasan ki, bəli, ölkəmiz, Qarabağımız, torpaqlarımızın 20%-i işğaldan azad oldu. Ondan böyük xoşbəxtlik yoxdur ki, onu tamaşaçıya çatdırasan. Onda dava düşəcək, aparıcıların Bir söz deyim. O deyəcək, mən çatdırım o xəbəri. Yox, o vaxtın məndə sən olmadın. O vaxtçıqaya. Siz təsəvvür edin. Mən ona görə növbədə qalaram ki, tək mən çatdırım onu. Növbədə qalarsan qalmaram, amma növbədəki icazə verəcəkmi sənə? Bax, o böyük sual altındadır. Allah arzuna çatdırsın. İnşallah 2017-ci ildə bu xəbəri sənin dilindən eşidərik. Şəmistan, sənin üçün bir ara xəbər aparırdın. Sənin üçün ən çətin, məsəl üçün o xəbər aparıcılığını elədiyin zaman, məsəl üçün oxuya bilmədiyin, həyəcanlandığın xəbər, mətni hansı olub? Onu ki, sən yadından çıxarda bilmirsən. Aparıcılıq müddətində. Ümumiyyətlə, mən idman xəbərlərini aparanda. Burada elə bir böyük həyəcanlı bir şey olmurdu. Çünki idman xəbərləridir, ancaq idmanla bağlı olduğu üçün orada çalışırdıq, özümüz xarici internet saytlarından baxırdıq, özümüz tərcümə eləyirdik rus dilindən, ingilis dilindən. Bunu tərcümə eləyib verəndə də təbii ki... Sənin üçün asanlıqda bir də başa düşdün. İdman xəbərləri bu xəbərlərə nisbətən biraz asandır. Biraz asandır. Elə xəbərləri, yəni o siz dediyiniz həyəcanlanmaq daha çox məndə olubdu. Çünki bu aprel döyüşlərimizdə olan şəhidləri çəkmişdi. Bir Allah bilir ki, biz orada nələr yaşadıq Elbrusla bərabər. Onların anaların ağrısını, acısını təsəvvür edin. Orada bütün o hər şeyi biz gözümüzlə görmüşdük, şahid olmuşduq. Gəlib onda səsləndirmək bizim üçün çox çətin idi. Efirə çatdırmaq,
Çox Bəli. çətin. Hətta elə olub ki, tamaşaçı hiss etməyib. Mən o xəbəri bir şəhidimiz var idi, Şulan Bayramov. O internet saytlarında da var, izləyə bilərlər. Onu çatdıranda mənə qəhər boğulmuşdu. Özümü zor topladım ki, mən ağlamayım. Xəbərləri oxuyanda. Şeirdən başlamışdım. Şəhidlər ölməz, vətən bölünməz. Belə bir. Allah bütün şəhidlərimizə Bir kəlmədə mən demək istəyirəm. Deməli, Almanlar şəhərimizə qonaq gəlmişdilər. Tərcüməçi də var idi yanlarında. Soruşdular bu şəhidlər kimlərdir? Mən böyük əzab hissi keçirdim, əsəbləşdim ki, mən niyə alman dilini bilmirəm ki, mən bunlara başlasam ki, bunlar bizim şəhidlərimizdir. Onda həqiqətən çox pis oldum. Mən düzdür, tərcümə elədim, amma mən özümdə çox... İstəyirdin ki, daha ətraflı... Özüm demək istəyirdim ki, ürəyim çırpınırdı ki, mən demək istəyirəm o xəbəri sizə. Mən amma alman dilini bilmədiyim üçün təəssüf ki, deyə bilmədim. Deyə bilmədim. Bəli, hər birimiz bu cür olmalıyıq. Azərbaycan deyilən məmləkətdə, bax, bu torpağın üzərində addımlayan hər bir xanım, bəy, uşaq, böyük, hər biri vətənini bax, bu şəkildə sevməlidir, vətəninə bu şəkildə bağlı olmalıdır. Ümumiyyətlə, hər birimiz çalışdığımız işdə, xidmət göstərdiyimiz sahədə çalışmalıyıq ki, orada peşəkarlığı qoruyaq. Orada peşəkarlığı qoruyaq, vicdanla xidmət edək. Çünki əgər bir işdə peşəkarlığı qoruyuruqsa, nəticə etibari ilə onun göstəricisi də çox yaxşı olur. Reklamlara ağırlayacaq, həddindən çox SMS-lər gəlir. SMS-ləri oxuyacağım sizin ünvanınıza. Mən hal-hazırda sponsorlarımız haqqında məlumat verməliyim. Davam edirik əziz tamaşaçılarımız. Bax, xəbər oxumaq budur. Xəbərdə çalışmaq budur. Gördünüz, bir nəfərin yeri orada boş qaldı. Söhbət operatorumuz Elbrus İsmailovdan gedir. Anındaca xəbər gəldi, getməlisən, xəbər çəkməliyik, xəbər çatdırmalıyıq. Gültəkinlə bizim digər xəbər aparıcısı, həm də müxbirimiz Gültəkin xanımdan Elbrus yollandılar, başqa bir xəbər də alınacam. İndi həmin xəbərləri siz bugün gün ərzində Dünya Televiziyasından xəbərlərdən xəbər tutacaqsınız. Deməli, bizə hal-hazırda, bizim elə xəbərçilərimizə də, Zahidə xanıma da çox sevimli müğənnimiz Rəvan Qarayev, o cümlədən Nəsib öz salamlarını çatdırırlar və Dünya TV tamaşaçılarını salamlayırlar. Mən də buradan təşəkkür edirəm. Yazır ki, biz də baxırıq, izləyirik, baxın, izləyin. Bizim bir operatorumuz da var. Əslində o operatorumuzdan mən daha çox çalışıram. O operatorumuzu çox istəyirəm. Həqiqətən də işinin peşəkarıdır. İşinin peşəkarı olan kəs mənim aləmimdə o insan baş tacı edilməlidir. Belə deyirəm, qoltuğunun altı qarpızlanacaq əməlli başlı. Dəvət eləmək istəyirəm bizim digər bir operatorumuzu, həm müəllif proqramlarında, bax, mənim bütün proqramlarımın, buradakı proqram yox, tam səmini yox. Rayon çəkilişlərimi, bölgələrə ki, üst tuturam, onunla gedirəm. Həm gözəl yol yoldaşlığı var, həm insani keyfiyyətləri gözəldir. Bunu tanısın bütün dünya bizim doğma kanalımızın doğma əməkdaşlarını. Firuz Adıgözəlov. Gəl Firuz. Firuz, buyur, əyləş. Zaten mikrofonu ver Firuz'a bir tamaşaçıları salamlasın. Firuz, sən haradaydın belə gecəyimisən? Sən salamlayıram. Teşekkür ederim. Nəyin çəkilişində? Xəbərlər? Bağça tədbirindən gəlir. Aha. Uğurlar, xoş gəlmişsən sən də Firuz. İşlərində sənə də uğur... Tort gətirib, tortunu ona niyə qoymuşsunuz Firuz'a? Maşallah, bugün tortdan qoyum. Görsən, mən gətirməmişəm. Allah mən istedi. Zaten siz valla çok... Bütün dünyanı çəkən Firuz görsə necə həyəcanlıdır. Çok diqqətli. Hər kəsi çəkəsən özü danışmağa həyəcan. Firuz çox diqqətli daha, yəni biləsən. Sana keçən dəfə ağzının dadını bilir də bu. İzlədim mən sənin. Rayon çəkilişlərimi. Ay. Rayon çəkilişlərimi? Elə istədim ki, kaş mən də orada olsaydım. Ne gözəl idi o rayon, getmişdiniz. Rayonlarda nələr görürük, yaxşı mənada. Allah bütün bölgələrimizdə yaşayan insanların ruzilərini bol eləsin. Onlar ki, qapılarını bizə açırlar, tay, ondan gözəl Firuz nə var ki? Ondan gözəl his var. Bax, düzün denə. Nə qədər çəkilişlərə gedirsən, istəyirəm buradan Firuz tam səmimi etiraf eləyəcək. Bax, həmkarlarımızla gedirsən. Deməli, müəllif proqramlarında Firuzda.
Amma düzün denən ha. Bilirəm ki, sən düzün. Fərqanə xanım Gülağa qızı ilə çalışırsan. Narınç xanım Vəliyeva ilə çalışırsan. Ondan sonra... Aha, o hal-hazırda deyirək. Bir də mənlə çalışırsan. Döşəm İslam şirkəti. Mənlə çalışırsan. Hansı sənin üçün daha çox maraqlıdır? Yəni, söhbət... Ən rahatı sən bilirəm ki, Samirdir. Yəni, Samir yeni işin peşəkarıdır, rahatdır mənim üçün, çox rahat. Söhbət məndən gedir, ha, bilir. Elə qarşılığımlar, Firuz yormadım ki səni. Firuz yox, həm də Firuz, sən də işinin peşəkarısan, qardaşım. Ona görə sən bir zərgəlik. Ona görə bir-birimizin qiymətini bilməliyik. Firuz'a sual verəndə mən cavab verəcəm. Hə, çünki sizdə dəfələrlə olub sizdə də. Bizə yazırlar, göndərirlər, salam Samir balam, necəsən? Biz sizi çox istəyirik, qonaqlarınızı da salamlayırıq. Biz sizə Moskvadan baxırıq, xahiş edirəm bugün mənim qardaşım oğlu İsmail'in doğum günüdür. Onu bizim adımızdan təbrik edəsiniz. Cəlilabadın Şıxlar kəndində yaşayır. Cəlilabada bir alqışlar geçsin. Bəli, Teymur əminin vətəni. Dəvət edəcəm, darıxmışam Teymur əmi üçün. Sonra bizə yazırlar, bir izləyicimiz bizə yazır, göndərir. Salam Samir, necəsən? Qonaqlarımı salamlayıram. Çox gözəl eləmişsən ki, bu cür insanları dəvət etmişsiniz. Zahidəni çox sevirik. Tambovdan yazıram, Ayşən. Ayşən Tambovdan yazır bizə. Sonra yazırlar, bugün Samir Təxminənin doğum günüdür. Ağcabədi rayonundan yazırlar bizə. Qara Dolaqdan yazırıq sizə. Təbrik edirik Təxminəni. Böyük qız olsun. Sonra Gəncədən yazırlar. Gəncədən yazırlar. Samir sizi, xəbərçiləri salamlayırıq. Bugün mənim qardaşım Rəşadın doğum günüdür. Tambov şəhərində, yox, Rəşadın Tambov şəhərində oğlu dünyaya gəlir. Adil bala. Qardaşımı təbrik edirəm. Gözü aydın olsun. Sizi narahat edən Gəncə şəhərindəndir. Zahidə xanımın da Allah balasını saxlasın. Yazır, göndərir bizə. Teşekkür edirik. Sonra 15-18 nömrəsindən Ukraynadan yazırlar. Zahidə Günəşdən 2 cavan, 2 aşık istəyirik. 15-18, onu mən də istəyirəm, olacaq. Narahat olmayın. Gülü xanım deyirəm, gözəl xanım deyirəm. Əslində o ifa eləmək üçün başqa mahnılar repertuara salmışdım bugün. Mən də onu istəyirəm, başqa mahnı nədir? Mütləq o mahnı olmalıdır. Samir Aynur xanım da Belarusiyadan yazırıq sizə. Əslən Qubadanam. Zahidə xanımı çox istəyirəm. Allahdan bir istəyim var. Vətənə gələndə Zahidə xanıma Belarusiyadan onun ürəyi istəyən bir hədiyyəni gətirim. Ona şəxsən özüm özəllərimlə təqdim edim. Siz gətirin, verin mənə, mən verərəm. Narahat olmayın. Zahidə xanım da özü həm hədiyyəni almaq sevəndi, həm də hədiyyəni təqdim eləməyi sevəndi. Cəbhə bölgəsi Tərtərdən, Borsunlu kəndindən Gülnar bizə yazır. Allah qorusun Dünya TV-nin xəbərçilərini. Təşəkkür edirik. Dağıstandan Kəmalə yazır, bizə göndərir. Pis xəbərlərdən Allah qorusun hər birinizi. Necəsən Samir? Qonaqlarını salamlayıram. Allah Azərbaycan xalqımı pis xəbərlərdən qorusun. Həmişə xoş xəbərlər eşidək. Amin. Dağıstandan Kəmalə yazır, bizə göndərir. Dağıstandan sonra oxuyacağım. Zahidə xanımdan ayrılmarıq biz istəyən bir izləyicimiz var. Aysel yazır, bizə göndərir. Möhtəşəm qonaqlarım üçün təşəkkür edirəm, salamlayıram hər birinizi. Xahiş edirəm, bizim Zahidəmizdən ayrılmarıq səsləndirin 0803 nömrəsindən. Mən tamaşaçılara təşəkkür edirəm ki, 10 ili keçib o mahnım, amma yenə də sevilir. Sonra 6407 yazır Samir bəy, çox yaxşı verilişiniz var. Zahidə xanımı öpüb bağrımıza basırıq, xəbərçiləri salamlayırıq. Bizə Dağıstandan yazırlar, Anar Balakənli balası. 6407 Zahidədən 2 aşık, 2 cavan yazır. Bax, bir söz demək istəyirəm, bəlkə də yeri deyil. Məsələn, çox vaxt YouTube-a arada bizim olmurdu, nadir hallarda baxırıq. Çox insanlar sevirdi o mənim ifamdakı cavan ki aşık. Bir nəfər qızdır da, yəni qadınlar bəzən görsən ki, bizdən fərqli olaraq qadınların paxıllığını eləyirlər də. Yazıb, ay bu mahnı ancaq çayxanada qulaq asırlar.
Ay qurban olum, çayxanada əyləşən də bizimkilərdir də, nə Bəli, olsun? çayxanada Nə hamımız olub gidib əyləşirdik çayxanaya ki? çayxanada. Hələ çayxanada əyləşənlərə mən qurban olum, nə olub ki? Çox qəribədir. Yəqin ki, o xanım... Belə ünlü insanlar da, məsələn, istirahət edəndə çay evlərinə gedib əyləşirlər. Düz deyirəm, yoxsa yox. Əgər xəbərlərdə işləyən xanımı mahnı sevir, bütün, yəni ki, reytingi güclü olan Samir, onu sevirsə, sizin ixtiyarınız nədir sevməyəsiniz. Belə baxan. Bəli. Mahnını çox adam ifa eləyib, amma məhz Zahidə xanım kimi... Zahidə xanım ifasında mahnı... İş ondadır ki, təşəkkür edirəm. Ağadaş Ağayevdən sonra o arxivdə mən tapdım da. Mən onu üzə çıxartdım, yəni illərdən sonra. Bir gördüm, maşallah, maşallah, hamı oxuyur. İndi yenə də bir mahnını ifa elədim Ağadaş müəllimin repertuarından, təşəkkür edirəm. Buradan da ona. Bir də görürəm ki, maşallah, artıq ancaq sən verilişində ifa eləmişim, bir də qonşu kanallarda. Yeni lentə yazdırmışam, bəlkə birazdan ifa eləyəcəm. Tamam, yaxşı. Artıq görürəm ki, onu da artıq bir neçə də müğənnilər, ay bala, gedin məndən əvvəl axtarın oxuydu. Mən demirəm, bir söz. Aha. Amma gedin siz də bir axtarın Siz arayında. axtarın da. Ben bunu Zahidə axtarıb tapıb. Gözlər ancaq məndədir. Xalq artisti Ağadaş Ağayev də buradan salamlayırıq. Təşəkkür Öpürük edirəm. onu, yolunu gözləyirik. 1949 bizə Güney Azərbaycanımızdan İran İslam Respublikasından yazırlar. Samir müəllim, Təbrizdən yazıram. Bacım, oğlu Emin hərbi xidmətdədir. 5 ay qalıb gəlsin. Uşaqlar hamınıza salamlar göndərir. Xanım biraz belə deyək də qarma qarışıq yazır. Yazır atası Habil, anası Aynur. Onlar da salamlayır sizi. Biz də salamlayırıq onları. Zahidədən 2 aşiq, 2 cavan bütün əsərlərimizə olacaq. Onu istəməyən xanım. Bax, utan. Grozundan yazırlar bizə. Grozundan. Baxın. Mən Grozunda olmuşam. Samir müəllim, xoş gördük. Mən Grozundan yazıram. Adım Turqut. Buradan Ağcabədi rayonunun Rəncbərlər kəndinə salamlar. Qonaqlarımızı salamlayırıq. Zahidə Günəşdən gözəl bir ifa. Grozunda yaşayan soydaşlarımız üçün. Allah onları qorusun, qəribə olan bütün soydaşlarımızı. 1001 nömrəsindən bizə yazırlar. Bugün daha çox Ukraynadan, o tərəflərdən SMS-lər alırıq. İnşallah Azərbaycanımızın bütün bölgələrini almaq istəyirəm. Süpersiniz, belə yazılar göndərir. Zahidə xanımı çox istəyirəm, çox sağ olun ki, bugün ən çox sevdiyim xanımı dəvət eləmişsiniz. Rusiyadan 7442 yazır mənə göndərir. Samir, çox sağ olun ki, mənə dəvət eləmişsiniz. Canım, dostum, qardaşım. Gülay, evim həyəcanı var burada? Burada var? Yoxdur. Xəbərçilər qalıb burada, mən imkan vermirəm danışmağa. Çox rahatsan. Danışmırsınız orada siz. Şəmişsən, sən narahatsan deyəsən. Yox, narahatçılıq yoxdur, hər şey qaydasında. Sənə minnətlər. Bunların hamısı Gülü subaydı, Əlisən subaysın da, yəni ikisi subaydı. Hə, maşallah. Firuzə subaydı, Şəmistan ailəlidir. Bəli. Mən qaldım ki... Hə, bax belə, xalis subaysan sən. Sənlə mən heçə da, biz xalis subayıq. Amma belə deyək də, elə sevinirəm ki, əməkdaşlarımız o bir-bir bəylik, gəlinlik kürsüsündə əyləşirlər. Onu görmək istəyirəm ki, o xəbəri də mən gəlim tam səmrə verim. Bəli, bugün televiziyamızın xəbər aparıcısı Gülü Əliquliyevanın toyundan gəldik. Axşam oradayıq. Axşam oradayıq. Toya gəlirik. Məsələn, bu şeyləri eşitmək istəyirəm. Çox üzürlü səbəblərdən hələ də özümü bağışlaya bilmirəm. Mən Şəmistanın toyunda iştirak edə bilmədim. Bəs mən Firuzun toyunda iştirak edə bilmədim. Eləyə bilmədim? Yox, bilirdi özünü ya. Təsəvvür elə Şəmistanın toyunda iştirak edə bilmirəm. Sonra deyirəm ki, Samir, sən axı oğlunu göndərə bilərdin ora. Elə bil ki, bir çarə tapa bilmədimi? Amma bax, Firuz qardaşımın toyunda özüm gəlmədim. Maşallah, oğlunu göndərdi. Eybi, mənim toyumda iştirak edir. İnşallah. Siz yenə Sumqayıtdasınız da, ona görə həqiqətən hər şeydə, hər Şəmistanı görəndə üçün. o an gəlir gözümün qabağına ki, mən niyə getmədim Şəmistan? Yəni, özü bilir ha, elə gün oldu ki, həmən günü çox vacib bir işim var idi. İnşallah at olmuşsan? Yox, inşallah olacaq. Ne oldu? Laçan çocuk değilsen sabah olacağım, bir gün olacağım. Ya hələ yox. Hələ toyu təzə olub bir gün. Hə, toyu təzə olub. Biz Azərbaycanlarda var da, Zahidə xanım. Samir, bu yaxınlarda... bir nəyim var? Samir, bu yaxınlarda hansı rayona səyahətə gedirsən? O mənim maraqlıdır artıq. Bu yaxınlarda, gəl səni bazar günü aparım, dağlar qoynuna. Deyir, dağlar qoynunda, yardımlıya. Hə, sən mənə uzağa apararsan. Dağların qoynuna. Çox uzaqdır da ora. İnşallah.
Əmlik quzu. Artıq mən buradan Aqil bəyə təşəkkürümü bildirəm. Rekord komandası ilə gedirik. Rekordun əməkdaşları ilə. Əslində bir qonaqlıq, bir ziyafət təşkil ediblər, biz ora gedirik. Amma söz, Zahidə xanım da gəlir. Bazar günü gedirik. Neçə saat yoldu. Sən neyinisən? Özləri aparacaq, özləri gətirəcək. Bilmirsə mən qorxuram, gərək mən özüm sürəm maşını. Qorxuram, sağlamır. Qurban olum, bilirsən də. Aha, özün sürməyə yaxşı, gələni mənə də gətirərsən. Hə, görürsən əvvəlcədən gedirsən. Yox, bir yerdə gedirik. Bazar günü gəlirik yardımlıya. İnşallah. Əziz tamaşaçılarımız, hörmətli yardımlılar. Tam sənin komandası gəlir, Zahidə Günəş gəlir ora. Firuz var, bilmədim. Bəli, Firuz gəlir, yardımlıya bazar günü gəlirik. Əli, tamam diqqətlə baxırsan. Nə olur? Öz ən çox sənə baxır ha, diqqətlə, vallah. Çox istəyirəm mənə. Zirə mənə. Çox qısa bir vaxt vədədir. Tanıyırıq bir-birimizi, amma həqiqətən də çox istəyirəm. Arada bir, gəlin kömək edin mənə. SMS oxuyun. Oxuya bilərsən? Çalışarım. Çalışarım. Amma iş ondadır ki, sən verilişində kimsə SMS oxumağı məncə düzgündür. Nəyə görə? Bəzi şeylər var ki, Samir həmən dəqiqə montaj eləyir. Düz dedim, yoxsa yox. Lazım olmayan bir şey olmaz efirə vermək. Demək, düz deyirəm. Orası da düzdür. Amma mən yerimə başqası olsa... Oxuyar, amma sən heç vaxt qəlb qırmırsan, bilirəm nə oldu şeyləri. Ona görə sən hər kəsdən fərqlisən. Təşəkkür edirəm. Gülüm, elə xəbər olur ki, baxırsan ki, xəbər deyil, yəni çox yüngül, adi bir hadisədir. Onu şişirdib, nə təqdim edirsənsə, adam efirdə baxanda, izləyəndə dəli olsun, ay, bu nə idi belə? Amma baxırsan ki, heç nə deyil əslində. Xəbər tapmamısan, amma bir hadisəni götürüb elə şişirtmirsən ki. Olub? Olub, aparıcı xəbəri tamaşaçıya elə təqdim eləməlidir ki, tamaşaçıya maraqlı gəlsin. Tamaşaçı ürək xəstəliyi tapsın da həmən belə. Ürək xəstəliyi tapsın, ha gülü. Mimika burada daha çox önəmlidir. Yəni, aparıcıdan. Ona görə tamaşaçıya maraqlı olursun. Maraqlı olursun. Elə çatdırın ki, biz evdə ürək ağrısına düşməyək də. Düz deyil, Şəmsən? Düzdür. Şişirdilmiş olmasın. Firuz. Yaman gülürsən. Haradaydın? Hə, dedin ki, xəbərlərdən gəlirsən. İnşallah gedirik yardımlıya. Firuz, sənin yadında maraqlı. Neçə il Dünya TV-də işləyirsən artıq? 9 il. 9 ildir. İnşallah 10 il deyildir, burada qeyd edəyək. Dedim, baxın, məndən soruş. Çox olar? 9 ildən çox olar, əlbəttə. Çox olar. Ən azı 13 il, 14 ildir. Mən bilirəm hələ. Valla doğrudan. Bax, mənə Firuz belə cavandır. Buradakılar hamısı cavan xatırlar. O nə dəxli var ki, uşaqlıqdan əgər efirə çıxırsansa, o demək deyir ki, 186 yaşımız var. Bəzi müğənnilərimiz var. 15 il bundan qabaq görmüşəm, 26 yaşı var. Neçə ildir soruşursan? 28 yaşım var. Nə oldu, biz böyüdük, siz qaldınız 28 yaşında. Deməli, mənim bir nəfər, qoy danışım tamaşaçılarla gülsün, laf yerinə çəkəcək. Bir nəfər mənim uşaqları ad gününə çağırır. Elə bil ki, bir bundan öncə çağırıb, getmişəm tortun üstünə, indi çaşıb yazıb ki, 26 yaş. Üstündən 2 il keçəndən sonra həmin xanım məni yenə ad gününə çağırır. Amma mənim də tort kəsilən yerdə şəkillərim var axı, saxlamışam. Elə ağzımı doldurum deyəm ki, mən 26 yaşında iştirak eləmişdim, gəlmişdim. Bir gördüm tortun üstündə yenə 26 yazılır. 26 yazılır. Dedim, hə, bu xanımda artıq deyəsən balacalaşma gedir. Görsən, mən hələ o xanımı tanıyıram özə necə. Neçə yaşında yaxşı bilirəm də. İllər keçib, illər deyir. Çıxır efirdə də belədir, 28 yaşım var. Yaş ki, o nəyə həll eləyir ki? Heç nə, əsas insanın ürəyi, görünüşü. Sən yaxşı ol ki, həmişə gözəl olasan, gözəl qalasan. Bəli. Hər zaman. Bax, sabah ailə qurarsan. Şəmsən, adətən biraz, belə deyək də, televiziyada, teatrda, bu incə sənətdə çalışan xanımlarımızın da bir tərəfdən şəxsi həyatlarına mane ola biləcək işlər olur. Elə bəylərimizin də. Gülü, sabah qarşına bir adam çıxacaq. Reklamlardan sonra sənə bir sual verəcəm. Qarşına adam çıxacaq, o sənə deyəcək ki, Gülü, ya xəbərçilik elə, ya gəl olsa evdə, evimin xanımı ol, bizim üçün dadlı-dadlı yeməklər bişir,
Qonumdan, qonşudan nə xəbər eşitsən, gəl ancaq mənə denə. Nəsildə nezavətdə nə xəbərlər var? Təsəvvür ki, Gülün həyat yoldaşı axşam gəlirik, Gülü oturub sıxılır, deyir. Bugün qonşumuzun həyat yoldaşı evə gələndə 2 sumka bazarlıqla gəlir. Nə bilim, qonşumuz özünə təzavvür. Səndən yaxşı olar, xəbərlər olmuşla para. Təsəvvür edək ki, Gülü axşam evdə həyat yoldaşına xəbərlər oxuyur. Reklamlarımızın zamanında rekorddan danışacağım. Rekord adlı, ləzzətli, rekord günə baxan tumları Azərbaycanımızın tər-tərində yetişdirilir. Ekoloji cəhətdən çox təmiz, müasir Avropa standartlarına uyğun hədiyyəli qablaşdırılmaları ilə süfrənizə gəlir rekord günə baxan tumları. Rekord günə baxan tumlarını hörmətli tamaşaçılarımız bugün bütün supermarketlərdən xəbər ala bilərsiniz. Həm dadlıdır, həm ləzzətlidir, həm də belə deyək də rekord günə baxan tumları ekoloji cəhətdən çox təmiz, müasir Avropa standartlarına uyğun şəkildə Maşallah görürüz, əla. Mən sizə təşəkkür edirəm, sağ olun, çox sağ olun. Çox sağ olun. Deyirəm, Samir, nə yaxşı mənə dəvət elədin, heç keyfim yox idi, neçə gün idi. Keyfin açıldı. Üzüm güldü, heç olmasa bugün, beliyəm, valla. keyfi olmayanların keyfini açıram, Zahide, nə yalan deyil. İşimin gücümün adı budur. İş gücü olsa, kimin keyfi olmasa, zəhmət olmasa, gəlirəm. Və izləsin tam səmini verilişin, hər gün. Tam səmini izləsinlər. Bizə, deməli, dünyanın dörd bir yanından izləyicilərimiz yazırlar, SMS yazılar göndərirlər. Məsəl üçün, Almaniyadan 36-20 nömrəsindən bir qardaş yazırdı. İndi o SMS-ə qayıdacam 36-20-yə. Amma 69-92 yazır, salam Samir, Rus dilində yazır. Çox böyük salamlarımı çatdırıram orada əyləşən xəbərlərin içilərinə. Bizə Dağıstandan yazır bu izləyicilərimiz. Zahidə Günəşin mahnıları gözəldir. Bax, belə bir SMS yazır, göndərir bizə. Mən baxım, Almaniyadan bir izləyicimiz çox israrlıdır. Aha. Hə, Almaniyadan yazırlar bizə. Deməli, nə yazır, indi oxuyacağım. Zəng vurub danışmaq istəyir bizdən. Əməkdaşlarımız Emin də efirdə. Emin, zəhmət olmazsa tamaşaçımız Almaniyadan zəng vurur. Deyir, mən danışmaq istəyirəm Zahidə xanımla, orada əyləşən qonaqlarla. Yazır ki, hər vaxtınız xeyir, mən Almaniya Respublikasından İlqar Hacıyev. Sizdən xahiş edirəm, salamlarımı çatdırasınız orada əyləşən qonaqlara. Zahidə xanıma təşəkkür edirəm. İlqar, çox sağ ol. İlqara təşəkkür edirəm. Sonra Rusiya İlqar bəyə, Almaniyadan bizi arayan İlqar bəyə təşəkkür edirəm. SMS-lərimiz çoxdur. SMS-lərimiz həddindən artıq çoxdur. Biri var çoxdur, biri də var həddindən artıq çoxdur. Sağ olsun izləyicilərimiz çox fəallar bu günləri. İlqardan sonra yenə Almaniyadan başqa bir izləyicimiz yazır. Nə yazır bizə? Başqa bir izləyicimiz Almaniyadan yazır. Yazır, Samir, xahiş edirəm, bugün yazdığım SMS-i səsləndirin. Artıq səslənir. Almaniyadan sizi və qonaqlarınızı salamlayırıq. Xahiş edirəm, Qazaxstanda sevdiyim Yaşar bəyə salamlarımı çatdırın, səsləndirin. Zahidə xanımdan 2 aşiq, 2 cavan artıq səsləndirdik. Yaşasın Azərbaycan. Bax, belə bir SMS yazır, bizə göndərir. Ulyanovski şəhərindən yazırlar, super, nə yazır? Siz süpersiniz. Yazır ki, qonaqlar da çox qəşəngdilər. Təşəkkür. Onlara da salamlar. Deməli, bizə Ulyanovski şəhərindən bir izləyicimiz 4598 nömrəsindən yazır, göndərir bu SMS-i. Güney Azərbaycanımızdan, Ərdəbildən yazırlar bizə, Ərdəbildən. Ərdəbildən Zahidə xanım, sizə çoxlu salamlar var. Murtuza yazır. Biz də salamlayırıq. Murtuza yazır, Zamani. Bir izləyicimiz yazır, Murtuza Zamani. Sonra Samir bəy
Stavropol'dan izləyirik sizi. Çox sağ olun ki, Zahidə Günəşi dəvət etmişsiniz. Bir də onu dəvət eləməyin. Yazır, Zahidə Günəşi dəvət etmişsiniz. Biz çox sevirik onu. Sizə də qırmızı çox yaraşır. Bir dənə siz baxırıq verilişinizdən doymuruq. Nə qədər belə öpücüklər göndərib bizim əməkdaşlarımıza. Gördüm. 15-30 nömrəsindən Stavropol'dan yazırlar bizə. Teşekkür edirik Stavropol'dan bizi izləyən hər kəsə. Stavropol'dan sonra Zahidənin mahnılarını bəyənirik. Ona salamlar. 2402 yazır. Mən də salamlayıram hər kəsi. Sonra, bax bu SMS hardandır. Samir bəy, mən Yardımlıdanam. İstanbulda yaşayıram. Düz edirsən. İstanbulda yaşayıram. Qurban olum Yardımlıya. Gedərkən məndən salam söyləyin can. Rufanə yazır bizə göndərir. Alçabulaq kəndindən. Dağ kəndi deyil Mahir? Mahir nə yaxşı bilir. Mahir yardımlı uşaqda görürsən sapsarı. Yardımlı da o qədər ağaçların altında qalıb ki, saralıb solub. Yardımlıdan yazırlar bizə. Biz sizə hər gün izləyirik. Çox sağ ol. 0191 yazır bizə. Sizin salamlarınızı da indidən biz çatdırırıq Yardımlıya. 3671 nömrəsindən Rusiyadan izləyənlər yazırlar bizə. Sonra Ankara'dan İlin xanım yazır bizə. Salamlarını çatdırır. Nə yazırlar? Voronejdən narahat edirəm. Qurbandır. Qonaqlarınızı salamlayıram. Ağcabədililərə salamlar. Zahidə Günəşdən sənsiz ölərəm istəyir. O kimdirsə, dayı mən məhtəl qaldım. İndi o ifa eləyəcəm valla. Doğrudan? Heç nə vaxtdan da sizin verilişdə ifa eləmirəm. Oradan seçdi rejissorla. O kimdirsə, uşaqlarının şəklini qoyub bura. Nə şirin oğlu var bunun. Allah qorusun, Allah sağ O olsun. kimdirsə... Qəlbi təmiz insandır, qəlbinə görə Allah versin. Amin, amin. Voronejdən bizə yazıb bu izləyicimiz. Sənsiz ölərəm istəyir. Deməli, kim yazır bizə? Bizim bir SMS-imiz var. Diyoruz. Çox maraqlıdır, nə SMS-imiz? İslam, Nijni Novgorod şəhərindən. İslam bütün nömrələrini yazır. İslam, başdan ayağa nömrə etdi. Nijni Novgorodda yaşayır İslam adlı izləyicimiz Zahidə xanım. Sizin pərəstişkarınızdır. Sizi çox sevdiyini söylüyor. Əslən Şəmkirlidir. Şəmkirlilərin çoxsu mənim fanatımdır. Allah onları qorusun qərib ölkədə. Deməli, İslam bizə yazır Nijni Novgoroddan. Yazır Canciyər, telefona niyə cavab vermirsən? Həm də dostumuzdur. Mən onu bəzən adi tamaşaçı kimi elan edəndə xətrinə dəyir. Düzü şəxsən tanımıram. WhatsAppda filanda yazışırıq aram-sıram. Salamlarını çatdırır bizə. Bizə təşəkkür edirik. SMS-lər o qədərdir valla. Qonaqlarım az qala yadımdan çıxacaqdı. Yaxşı ki, Şəmsanın üzünə baxdım. Gələm Şəmsan. Nərman hanı? Nərman? Sən atan, atom. Başdan, sən atan xəbərlərin xüsusi müxbiri olmalıdır. Masallıda. İbadı mən buradan salamlayıram. Söz verib əməl eləməyən İbad müəllimə Masallıya çoxlu salamlar. Sonra Samir Lənkərandan Seyid Mir Əşrəf ağanın övladı. Cənub bölgəsində onu hamı tanıyır, hamı çox hörmət edir. Biz onların ailəsində olmuşuq, onlar da bizi izləyirlər. Balaca Mir Əşrəf dünyaya gəlib təbrik edirik. İnşallah Zahidə bir gün gedərik onlara. Gözəl ailədirlər, çox gözəl bir ailədir. Biz olmuşuq da yadındadır, Seyid Mir Əşrəf ağanın evində. Biz əmi-oğlu əmi-qızı sayılırıq da, mən də Seyid Amaxı özüm bilirsən. Bəli. Özdə mən ağırından da bilirsən. Bəli, onu da bilirəm. Buna toxunmuyor. Cəddi yaman ağırda. Doğrudan. Tutar sizi. Qəlbimə dəydi, səhər çətin aylarsın. Kimin qəlbinə dəydi, yəni onun qəlbi paramparça olur. Siz təsəvvür edin də, bu qız nə cür xanımda. Şəmistan, heç
Sən artıq suala cavab verirsən. Mən Əliyə sual verəcəm. Gülür, indi tamaşaçılar da sualımıza cavab axtarırlar ha. Hə, indi sənin qabağına kimsə çıxsa, desə ki, Gülür, xəbərləri qoy bir qırağa, məni qoy qabağına. Yəni... Ətçəkən maşın da gəldi. Ətçəkən maşın da gəldi. Seçimin necə olar ay Gülür? Maraqlı deyil mənə. Düzü, yəni bu kollektivə çox öyrəşmişəm. Mənim üçün Nalan xəbırma, düzün denəm. Heç vaxt istəmərəm buradan ayrılam. Çünki mənim doğma yerimdir. Sən ayrılmasan da sənin şəlbi-şəlbəni toplayıb atacaq bayra. Əgər sən qərarı özür versən, sən denən görüm necə qərar verəcəksən. Artıq evdə qərarı. Ola bilər ki, yəni qarşıma kimsə çıxa bilər, onu həqiqətən də sevə Nəzər alan bilərəm. yanındakılar subaydı. Yəni elə saf sevgi yaşamamışam ki, deyəm ki, kimsə icazə verməsə. Anlaya bilirsiniz? Yəni ola bilər ki, sevə bilərəm həqiqətən də. Amma fikrim yoxdur. İşindən ayrılarsan. Yadında qalsın, sevgi həmişə qalib gəlir. İşləndir. Doğrudan Zədi xanım. Yəni da, mən təmiz sevgidən danışıram. Qondarma sevgidən yox. Sonuçta qalib gəlir. Təbii ki, mən heç vaxt işimi atmamışam, mənə aid deyil. Yəni da. Amma fikrim yoxdur. Səni sevirsə, sənin işini səndən çox sevməlidir. Təbii ki. Düz demirəm? Təbii ki. Dəyər verməlidir. Vermirsə, yaxşı yol. Əslində Zahidə xanımın sözündə həqiqət var. Nəyə görə? Çünki o məni indi görüb sevəcəksə, yəni bilir ki, mən bu işdə çalışıram. Niyə məni işindən ayırır? Günah yazıb deyilmi? Həqiqətən bir insan sevirsə, onun peşəsini, işini daha çox sevməlidir. Hörmətlə yanaşmalı. Sonra Gülün cavabını aldıq. Yəni işimizi bildik. Əli, buyurun. Efirə çıxırsan, gələcək həyat yoldaşın istəməz səni. Bizim başımız çəkilir bu tərəfdən. Bəlalar çəkib, ona görə öz başıma gələnlər... Yenə də çəkir, inanın. Hələ də çəkir. Sabahlara həyat yoldaşım verəcək. Mən istəmirəm mənim nişanlımı hamı görsün. Onu təcə mən görüm. Bax, neyin yiyəsən ondan? Neyin yiyəsən onu denən bilək işinizi. İlk növbədə istəmirəm, mən elə bir hala düşmək istəmirəm əslində. Amma ki, mən elə fikirləşirəm ki, biz Azərbaycanlıyıq, bizim belə bir mentalitet var ki, evdə sözü kişi deyər. Halal olsun sənə, alqışlayıram səni. Evdə kişinin sözü keçər. Bəzi qadınlar var, mən güclü qadınam. Kişi olan yerdə üzr istəyirəm ha. Qadın qələt edir, kimdir ki, kişi yanında güclü olar. Əgər sənin yanında kişi varsa, deməli sən kişiyə arxalanmalısan. Təbii ki, kişi güclü olmalıdır, qadın yox. Əlinin də cavabı maraqlıdır. Əli, halaldır qardaşım sənə. Görürsən Şəmistan efiri filan atdı qırağa. Kamera arxası işləyir. Şəmistan qarşısında bu şərt qoyuldu. Ona görə də Şəmistan da efirə çıxmır. Nə yalan deyil. Birim bilirsiniz, birim bilmirsiniz. Birim bilirsiniz, birim bilmirsiniz. Mən necə açım deyil ki, Şəmistanı efirdən bu səbəbdən uzaqlaşdırdılar. İndi oturub kişi qıraqda hazırlayır, deyir, Şəmistan efirdən səsləndir. Gülü, sən efirdən səsləndi. İstəmədilər Şəmistan heç kim görsün. Bir ancaq biz görməliyik. Yox, elə deyil. Elə deyil? Düzün deməm, elə deyil. Həqiqəti danışmalısın. Xahiş edirik. Orada bir ağlamalı musiki təqdim edeyim. İndi ağlayacaq. Ölərəm. Ölərəm. Zahide Güneşdən bir ifa. Ölərəm gəlir. Ölsün bizi istəməyənlər. Amin. Heç kim ölməsin. Hamı yaşasın. Hamı 100 yaşasın. Paxıllar yaşasın ki, yaxşıları görsün ki, necə yaşayır. Aha, eşidək, ölərəm.
bilmirəm. Hicran nədən gəlir bizə bilmirəm. Ağlama, ağlama, dözə bilmirəm. Hər dəmə dözə bilərəm, düşüb arxanca gələrəm. Mənə bir şey olsa eybi yox, sənə bir şey olsa ölərəm. Ölərəm, ölərəm, ölərəm. Bahçasından keder derdim, besledim kalbimde çok oldu derdim. Yanımda olsaydın daha ne derdim, neyleyim sensizem döze bilmirəm. Yanımda olsaydın daha ne derdim, neyleyim sensizem dözə bilmirəm. Hər qəmə dözə bilərəm, düşüb arxanca gələrəm. Mənə bir şey olsa eybi yox, sənə bir şey olsa ölərəm. Ölərəm, ölərəm, ölərəm. Arxanca gələrəm, mənə bir şey olsa eybi yox, sənə bir şey olsa ölərəm. Ölərəm, 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 ölərəm. Hər dəmə dözə bilərəm, düşüb arxanca gələrəm. Mənə bir şey olsa eybi yox, sənə bir şey olsa ölərəm. Ölərəm, ölərəm, ölərəm. Vallahi sana bir şey söylerik. Alkışlar Zahide Hanım. Teşekkür ederim. Teşekkür ederiz Zahide, güzel ifa için. Hem bu mahnı da tutuzdurmuşsan bu mahnıyla. Maşallah, ne kadar da müğənniler ifa edir. Kim de istirdirəm qurbandır. Okuyun ama sen kimi hiç kim okumuş çünkü ilk Zahide'den eşitmişik. Reklamların zamanı vaxtıdır. Deməli rekord günə baxan tumları, dadlı, ləzzətli rekord günə baxan tumları. Davam edirik, əziz tamaşaçılarımız, çox qısa bir reklam aramız oldu. Xatırlatmaq istəyirəm ki, xəbərçiləri yığmışam başıma. Xəbərçiləri. Xəbərçilər, neyiniyim? İşlərinin adı xəbərçilikdir. Firuz Adıgözəlov, bizim operatorumuz, Gülü Əliquliyeva, Əli Əliyev, Şəmistan. Şəmistan həmişə soyadı yadından çıxır. Fikirətli. İstəyəm həmşirəyim ki, Şəmistan Əlzəfanlı. Adı əli bəsdir. Adı bəsdir. Maşallah olsun, adınız həmişə zirvələrdən gəlsin. Orada yüksək tribunalar var, oradan adınızı eşitmək istəyirəm. Hamımız bacarıqlı gənclərimizsiniz, hamımız ayrı-ayrılıqda. Həm çox bacarıqlısınız, həm çox nümunəvi, o qədər tərbiyəli, mədəni, Zahidə xanım. Bayaq Məhmədi də üzlərində var o, tərbiyə mədəniyyət. Artıq üzlərinə yazılır. Yüksək mədəniyyət var. Çünki evdən çox günümüz saatımız televiziyada keçir.
Yəni evdəkilər bizi bir gecə yatanda görürlər, bir də səhər Açan zəng gəlirəm, Samir montajda, televiziyada, gecə 1-də, 12-də, ancaq. Yəni çalışırıq ki, xalqımıza doğru düzgün xəbərlər çatdıraq, hə? Gülü? Bəli. Doğru, düzgün, qərəzsiz, obyektiv. O cür xəbər çatdıranda insanların da sevgisini qazanırsan. Amma qarışqanı filə çöndərəndə, onda nə olur Əli? Onda hər halda yaxşı olmur da. Yaxşı olmur. Yəni, mən elə bilirəm, belə başa düşürəm ki, nə xəbər nədirsə, onu da elə çatdırmaq. Əsas bilsən nədir? Hər kəsin gözündən düşürsən. Bəli, gözündən düşürsən, axı belə deyil. Gözdən düşmək bir şey. Buna baxa deyirlər, aparıcıya bax. Orada elə şey olmuşdu. Mən də oradaydım. Orada elə olmamışdı, bu nəfərdə onu şişirtdim. Uşaqlıqdan xəbərçiliyin var. Xeyr. Əksinə çox xoşuma gəlməyən bir şeydir o. Əslində mən deyərdim ki, əsl bir Azərbaycan kişisinə yaraşmayan. Xəbərçiliyi dalca danışmaq, bu necə, vay vay, sevmirəm də. Səhvim yoxdur, ondan ona çatdırırsan. İndi bir az müddətdə öyle sizdən istəyirəm, mən elə fikirləşirəm. Xəbərçiliyi görməmişəm. Məsəl üçün xəbər üçün doğulub Firuz. Elə çatdırım ki, xəbər mənim adım olmasın. Altından da qol çəkib, mənim adım olmazsa. Baxıram, üstədir, yalandır, yəni baxıram, bir dəyə çatdırım. Filan şey filandır. Heç nə yoxdur. Vəssalama, mənim adım olmasın. Bilirsən ki, bu əsl xəbər üçün doğulub. Xəbər yığmaqdır o. Xəbərlərin arxividir. O mən əmin nə oldu adamın üzünə deyirlər ki, dili acıdır. Ay, sahidə dili acıdır. Elə deyirlər. Çox səhər dilim acıdır da deyirlər. Sudur, bu dili acı deyil söz. Sən görməmişsən də, sən də Qadınam qaşıq. məsəl üçün hər səhər 2 qaşıq bal yeyir. O qədər dili acıdır ki. Hər səhər 2 qaşıq bal. Bilirsən ki, acını sevirəm də. Sən bilirsən axı, acı mən nələr hazırlayıram. Acı bibərlər, nələr, hər şey hazırdır. Zaten hamın doğum günü gəlir. Demirəm hansı tarixdə. Neçəsi? Görsən? Ay maşallah, yeni il günü. Bütün dünya gedir. Dekabr 31 yox. Yəqin ki, biz elə bax bu uşaqlarla sənin ad gününü sizə qeyd edib, onu tamaşaçılara təqdim edəcəyik. Qurbandır. Maraqlı olar. Nə maraqlı olar? Maraqlı olar. Bu ənənə də artıq neçə dəfə eləmişik. Əlbəttə ki, görsünlər nələr hazırlayıram mən öz əllərimdən. Onun barmağında onun mərifət var. Mənim adaşım yeyir doymur yeməklərin dadından. Bəzi qadınlarımız inciməsin, hamısını demirəm də, bəziləri. Kəşlə mən bildiyim, əlimdən gələn işlər qadınlarımızın 80%-in əlindən gələrdi. Bəzi müğənniləri bəyənmirlər, amma müğənnilər nəyə qadirdir? Keçən dəfə Samir Piriyev burada deyir ki, bir paxlava pişirirəm ki, yadınızdadır uşaqlar. Maşallah. Deyirlər bir paxlava pişirirəm ki, Samir Piriyev deyir ha. Deyir bir paxlava pişirirəm, bir paxlava açıram ki, xəmiri. Onu heç kim aça bilməz. Doğrudan mənim də qəribə gəlir. Zahidə xanım da gətirir, məndir. Mən də açsam, xəmiri o da açsın. Görək hansımız xəmiri. Amma Samir yaxşı eləyər. Yəni həqiqətən deyir ha, yəni zarafat üçün demir. Məsəl üçün Firuz keçən dəfə yola dolma götürüb balaca. Deyirəm Firuz, kim bişirir? Yəqin ya anası pişirib, ya həyat yoldaşı. Deyir özüm bükmüşəm. Balaca. Ona inanmaram, ona inanmaram. Evdə gülü qara çörək tarif Firuz. Ona mən inanmaram. Evdə olur ki, yazıq dolma büküsün. Mantar itiliyir. Ev yığışdırıb, bir tərəfini səl büründüb uşaq saxlayacaq. Yəni üstə gərək... Samir, bəs sən əlindən nə gəlir qardaşım, nə hazırlamaq? Mən də əlimdən gəlir. Ümumiyyətlə, Samirlər hamısı elə istedadlı olur. Deyirsən Samir. Bilirəm də, Samirin biri də yanımdadır. Yəni, o bişirə bilir, nəsə hazırlaya bilir? Yox, ancaq yeyir. Ancaq yaman fikrə getdi, yaman. Yox, düşünmürəm, mən səhərdə. Yox, mən də hazırlaya bilirəm, amma nə yalan deyim. Əslində, deyirlər, dünyada ən dadlı yeməyi bəylər hazırlayır. Yəni, bir mənalı olaraq belədir. Nedəsə, onların əlində dadı var da. Sadəcə bəylərin həvəsi yoxdur. Məsələn, mən evdə olanda, əgər həmin gün heç ümumiyyətlə işim yoxdursa, məsələn, çəkilişim yoxdursa, tədbirim yoxdursa, toyda deyiləmsə, ancaq evdəyəmsə, sən biləsən ki, mən həmən gün evdə nə haqqa çıxardıram. Səhər tezən yuxulandıram, mənim üçün niyyətim edir ki, ata nə olar, həmişə deyirəm ki, yox, bir dəfə olur. Təsəvvür edir ki, bir səhər yeməyi hazırlayıram ki, da stolda yer tapmırsan ki, barmağını basasan, təbii şiriyə qədər, nə bilim, güllə, çiçəyə qədər, hər şeyi təşkil edir ki, adam elə duranda istəyir ki, hamısından yesin, dadına baxsın. Yəni, belə, bu uşağın belə istedadı da var. Bir-iki şeylər də bacarıram. Hə, görməmişim. Görməmişim. Bir gün səhər tezən hamımız gələk sizə. Onda siz gərək gecə bizdə yatasınız. Hə, o biraz mənə olmayacaq, amma
ki siz onu səhər tezdən görəsiniz. Ya da səhər tezdən saat 6-da giyinib tecrüb gələsiniz. Yəni, mütləq bundan nəzərə alın, xahiş edirəm. İndi artıq xaşı yeri deyə səhərdir. Hələ yeməmişəm, xaş Deyilənə yeməmişəm. görə mənim kimi onu heç kəs hazırlaya bilmir da. Nə bilim, belə deyirlər. Doğrudan. Valla, deyilənə görə mənim kimi o yeməyi İndi nə kimcə hazıran, elə bilək, qonşudan bişməyib, evdən gəlməyib. İnşallah, Evdə mütləq, bişməyib, bir qonşudan neçə gəlməyib. günə. Həm də ki, sən axı, sən mənim qaqaşımsan. Sən əli payların var axı, yayda nələr hazırlamışam, bilmirsən. Mən üçün? Sənin üçün. Bəs salam. İnşallah, mütləq. Bundan sonra səni Gələndə yadıma sal. eləyəcəm səni. Zahidə paylarını... Yadıma sal da, yəni. Mənim gözüm üstə. Rayona gedəndə götürərsən. Gözüm üstə, yadıma salacağım. Düşünmə ki, sən təksən, sənin bacın Bilirəm. var. Düşünmə ki, səni axtarmıram. Samir bəy, mənim SMS-imi niyə oxumursunuz? Firuz? Firuzdan yazıqlar. Oxuyum, Gördüm. Oxuma. Niyə? Bəlkə yaxşı bir şeydir. Oxumuyor. Yaxşı fikirləş. Bir xanım yazıb, Firuz. Eləmə, bir təzə evlənib Samir. Gör-gürünü sala bilər. Təbii ki, o bir zarafatdır da. Yox, zarafat deyil, həqiqətdir. Zarafat olsaydı deyərdik ki, zarafatdır. Bir xanım yazır göndərir ki... İstəyirsən adını da deyim. Deyim. Su lazım. Məsələn, SMS kimi yazıb xanım. Aynur adlı bir xanım yazıb. Allah xeyir eləsin. Yazıb da yaxşı eləyib yazıb. Xanım Yazıb, mesaj yazın oxuyum. yazar da. Bir oxusun, nə var ki burada? Nədir? Şəmistan operatorsuz Yox, qalacaq heç nə ola Samir. bilməz. Yox, Şəmistana hələ heç nə yazmır. Yox, deyirəm, Şəmistan operatorsuz qala bilər hər halda. Yaxşı, oxumuram. Amma deyim sənə ki, 2296 nömrəsindən gəlmişdi bu SMS-imiz. 2296 nömrəsindən gəlmişdi bu SMS-imiz. Sumqayıt şəhərindən gəlmişdi. Aynur adlı bir xanımdan gəlmişdi. Oxumadım. Tamaşaçı əziyyət çəkib yazıb, nömrəsini ona görə söylədi, amma SMS-i mahiyyətini oxumadım. Getdik başqa SMS-lərə, boş verək, davamlıq səhvidir. Yazırlar Tovuzdan, Tovuz elindən yazırlar, 37 yazar. Bütün qonaqları da salamlar, xüsusən Zahidə xanıma. Mən lap uşaq vaxtından, Zahidə xanımın 88 yaşı var, uşaq vaxtından. 100 yaşında altı. Mən uşaq vaxtından onun musiqilərini xoşlayıram. Nə olar ki, bəlkə də Həmişə onun musiqilərini çox sevmişəm. Hal-hazırda mənim 54 yaşım var. Samir. Oradan yaşadık ki. Zarafat ediyorum. 26 yaşım var. Əvəz 28 yaşım var. Yaşadık ki. Zaten Əvəz adlı bir izləyicimiz Tovuzdan 37 nömrəsindən yazıb göndərir. Sonra bizə salamlarını yazıb göndərir. Bugün Mir çox Amin. yorulmuşam mən. Ağlamasam yaxşıyam. Mir Amin adlı izləyicimiz bizə yazır. Çox gözəl qonaqlarım var. Buradan sizin verilişə çoxlu salamlar Astarxandan yazırlar, bizə göndərirlər. Mən də 1886-ya teşekkür edirəm. Hörmətlə Astarxandan bir izləyicimiz. Sonra bu izləyicimiz hardan yazıb bizə? Nicat yazır. Nicat yazır göndərir. Samir bəy, mən balaca Nicat. Balaca Nicat yazır. Nijni Novgoroddan qonaqlarınıza salamlar. Sizə çox böyük hörmətim var. Dəyərli qardaşımız, bəstəkar Elmir Mədətoğlunu da dəvət eləyin verilişinizə. Elmir Mədətoğlu. Mən tanımadım, yalan deyərəm. Saydıqan, tanıyırsınız belə bir bəstəkar?
Yo, tanımıram, inşallah mahnılarını dinləsəm tanıyaram da, inşallah. Uğurlar arzu edirik. Biz də uğurlar arzulayırıq. Görünür qəşə mahnıları var ki, o qardaşımız istəyir. Aha. Sonra Akif, böyük Akiflə nəvə Akif bizə yazırlar. Qazaxıstan Aktau şəhərindən qucaq dolusu salamlar göndərirlər. Baba və nəvə. Ay Allah, Allah qorusun. Allah qorusun deyirik. Samir, inşallah sən sürprizim olacaq bu yaxınlarda. Sən çox sevdiyin bir mahnı var, mən onu aranjman eləyirəm. Bilmirsən də nədir, amma çox bəyənəcəksən. Qulağıma dinə. Yo, deyə bilmərəm. Qulağıma deyə bilərsən. Sonra. Demək, keç görün nətər, deməli, 293 mindən çox hörmətli qonaqlarımız sizə SMS-lər gəlib, ancaq qürbət ellərdən 293 mindən çox. Təşəkkür edirəm bizə SMS yazan izləyicilərimizə, tamaşaçılarımıza. Sağollaşırıq artıq, bizə ayrılan vaxt tamamlanır artıq. Sonunda Zahidə xanımdan yenə bir ifa olacaq. Xatırlatmaq istəyirəm əziz tamaşaçılar, proqramımıza Rekord Günəbaxan Tumlarının, o cümlədən Təmiz Xalı Xalça Yuma Fabrikinin sponsorluğu ilə baxdınız. Geyimimiz o zaman idi 050-055-302-17-17 əlaqə telefonudur. Hüseyin bəyə təşəkkür edirəm. Saç düzümümə görə Masazırda Qurtuluş 93 yaşayış masivində yerləşən Karizma studiyasında çalışan Miriyə təşəkkür edirəm. Əlaqə telefonunu görürsünüz. Təşəkkürlər Miriyə. İnformasiya dəstəyimiz dünyatv.az saytıdır. Foto şəkillərimizi Instagramdan, Samir Tam Səmimi səhifəsindən, o cümlədən Facebookdan internet ünvanlarımız gəlsin. YouTube səhifəsindən verilişimizi 2 saat sonra izləyə biləcəksiniz. Mən sonda belə deyək, operatorumuz Nadirə, Nərimana, Mahirə təşəkkürümü bildirirəm və hörmətli xəbərçilərimizə təşəkkürümü bildirirəm. Gəldiniz bizlə bir arada bugün bu proqramda iştirak elədiniz. Biraz danışdıq, biraz güldük, yarı zarafat, yarı gerçək bir proqram təqdim elədik. Amma Firuzun SMS-i doğruydu, onu zarafat kimi qəbul eləməyin. Uğurlar arzulayıram işlərinizdə. Zahidə xanım, təşəkkür edirəm sizə. Mən sizə təşəkkür edirəm, Samir. Həmişə belə Allah xala sənicə ürək verir, taleyi də elə versin. Təşəkkür edirəm. Əsas odur, bir nəfər var, sənin eşqinlə yanır Təbrizdə. Oxuyursan indi onu? Yox, onu sənin üçün hazırlayıram bu yaxınlarda. Bildin nədir? Bəli, çox sevirəm o ifadəni. Bilirəm ki, sən demişsən ki, o ancaq Zahidə ifa eləyə bilər, Zahidə üçün yazılıb. O mənə eşitdim o sözü. Sağ ol ki, Allah sənin ürəyə görə versin. Təşəkkür edirəm. Valla doğrudan da. Sabah görüşürük inşallah. Seyfəddin Əsədlə bir yerdə, bir gözəl xanım müğənnimizdə. Ağdabaş müəllimin repertuarından. Bizdən olacaq. Özünüzə yaxşı baxın.